Salam değerli şagirdlər, həvəskar təbiət və biologiya sevərlər. Bugün sizlərlə təbiət 5-ci sinif dərslikdən təkrarımıza davam edirik. Bu part 2 videosu kimi nəzərə alınacaq. Çünki biz birinci fəsili tam olaraq bitirməmişik. Yarısına qədər bitirdik. Çünki ilk mövzular biraz uzun idi. Saxladım. Amma bu bölmə, bu qalan mövzular qısa, asan mövzulardır. Aslında biraz qəlizlər də var, amma həll edəcəyik. Başlayacağıq biz qan damar sistemindən davam edəcəyik. Qan damar sistemi bir dəqiqə. Deməli, qan damar sistemi nədən ibarətdir? Keçən dəfə, keçən bölmədə onları öyrəndik. İndi baxaq görək, həqiqətən yadınızda qaldı. Deməli, qan damar sistemi damarlardan, ürəkdən ibarətdir. Yəni, bədənimizdə qan mübadiləsi, yəni qanlar arasında qanın ötürülməsi prosesi, qanın bədəndən çıxarılması, oksigenin daşınması, bu proseslər məhz bizdə qan damar sistemi yerinə yetirir. Deməli, ürəyin şəklini buradan götürək. Deməli, şəkildəki orqan, bu nədir bizdə? Ürəkdir. Bir dəqiqə. Ürək. Baxın, ürəyin 4 kamerası var. Belə bölə bilərsiniz ürəyi. Bu qulaqcıq adlanır. Bu da qulaqcıq adlanır. Bu da mədəcik, bu da mədəcik. Deməli, 2 qulaqcıq, 2 mədəcik, 4 kamera. Bu yəni ki, sizə 6-cı sinifdə keçiriləcək. Amma mən biraz tez deyirəm. Allah belə dərdini keçmirəm hələ ki. Deməli, 2 qulaqcıq, 2 mədəcik. Qulaqcıqlar bölünür. Sağ, sol. Mədəciklər bölünür. Sağ, sol. Bura hansı tərəfdir? Bura. Əslində biz necə şəkil olaraq baxılır da. Məsələn, indi mən bunun əksinəyəm də bu planşetlə. Mənə nəzərən burası soldur, burası sağdır. Amma normalda bura haradır? Sağdır, burada soldur. Yəni sağ qulaqçı sol mədəcik, sol qulaqçı sol mədəcik. Sonra növbəti şəklimizi bir dənə baxaq buradan. Bu şəklin özü fən müsabiqəsində, bilməm, ikinci mərhələsində, yəni bu düşmüşdü bu sual. Bu sual düşmüşdü. Baxın, orqanlara gələn qan. Sonra ağciyərlərə gələn qan var. Baxın, ağciyərlərə gəlirsə, ağciyərlərdən də ürəyə gəlir. Bu neyinir? Ağciyərlərə gedir. Bu orqanlara gedir. Bu orqanlardan gəlir. Bu gedir. Bunlar ağciyərlərdən gəlir. Ağciyərlərdən. Baxın, yenə də dediyim kimi sağ hissə, sol hissə belə göstərilib. Burada da divar var. Qalın əzəli divar var. Bunların adlarını gələn dərsində 6-cı sinifə keçəndə görəcəyik. Ürəyin, burada da baxın, oxları mən biraz göstərməyə çalışıram ki, görülsün də necə ürəyin siklində bunların hamısı görünür. Görürsünüz, qan burada nə edib? Dövr eləyib. Bax, buradan da gəlib. Hamısı buradan çıxan bura gəlib. Sonra buradan da görürsən çıxıb, gedib belə ayrılıb. Buradan gəlib. Yəni bu qanların hamısı ürəyin bax bu orta hissəsinə, yəni mədəcik qulaqçı olan yerinə qovuşmalıdır. Orada olmalıdır. Orada proseslər baş verir, gedəndə orqanlar sisteminə gedir, qayıdır. Yəni ki,
Əsasən ağciyərlərə, məsələn, ağciyərlərə karbon qazı niyə gəlsin? Ağciyərlərə karbon qazı gəlməz. Ağciyərlərə oksigen gələr. Sonra ağciyərlər nə edir? Karbonu qaytarar ürəyə. Sonra orqanizmin ümumiyyətlə orqanlara oksigen lazımdır qanın tərkibində. Onlar nə edir? Karbonu qaytarırlar. Karbon ürək qayıdır və beləliklə sikl davam edir. İndi gəlin baxaq növbəti şəklimizə. Bu şəkil. Da yazılarını çıxara bilmədim mi? Sərbəst görünməsin deyə. Gəlin baxaq şəklimizə. Baxın, elə bil ki, bu əslində belə bitişikdir. Prosta arasında orqanların yerini göstərmək üçündür. Ki, yəni hansı orqan harada yerləşir, birinci hansına gəlir və bunları göstərir. Baş və qollardan. Ürəyin, baxın, istiqaməti, qanın istiqaməti belə. Gəlib 1. Deyək ki, nəfəs alarkən qəbul etdiyimiz oksigen ağciyərlərə daxil olur. Qan tərkibinə keçir, ürəyə daşınır. Baxın, bu baxaq mavi nədir? Mavi karbonla zəngindir, oksigenlə zəngindir, qırmızıdır. Gəlin baxaq. Karbonla zəngin qan ürəyə gəlib. Ürəkdən ağciyərə gəlib. Ağciyərdən necə çıxıb? Oksigen olaraq çıxıb. Sonra gedib. Buranı keçdik. Bu belə dövrə kimi davam edir. Sonra baxaq obirisi şeylərdə, obirisi orqanlar necə baş verir. Qaraciyər alırmı oksigenlə zəngin qazı? Qanı alır. Necə qaytarır? Karbon olaraq. Sonra gəlir, yenə gəlir oksigenli bağırsaqlara. Necə qayıdır? Karbon olaraq. Gəlir böyrəklərə oksigenli qan. Necə çıxır? Karbon qazı olaraq. Gəlir ayaqlara, yenə oksigenli olaraq gedir. Karbon olaraq çıxır. Yəni, bütün orqanlara oksigen lazımdır. Məsələn, sizə yazsa ki, beyin, ürək, tamam yazaq. Bax yazdım, bağırsaq. X, Y, X və Y qazını müəyyən edin. Sual düşüb konkret olaraq. Orada bağırsaq deyildi, ağciyər falan olmalıdır, səfər. Mən şeydir yəni. Bıcı. Variantları atmıram, indi atmıram, cavabı deyək. Baxın, insanda, ümumiyyətlə, bağırsaqda nə çıxdı? Bunu yadımıza salaq. CO2. Karbon çıxdı mı? Çıxdı. Bağırsağı oxu belə çəkməyib ki. Çəkməyib. Yox, belə çəksəydi, bura yazsaydı Z. Tam, burada yazsaydı L. Necə yazardınız? Bağırsaqdan gəlir. Nə? Bağırsaqdan çıxır. CO2. Ürəkdən çıxır. Nə? CO2. Bir dəqiqə. Baxın, bağırsaqdan nə gəlir? Nə çıxır ümumiyyətlə? CO2. Amma burada diqqətli olun. Ürəkdən çıxır. Yəni oksigen qazı. Beyindən ürəyə qayıdır karbon. Ürəkdən bağırsağa qayıdır oksigen. Yəni burada diqqətli olmalı və çaşdırıcı sualdır. Burada fikir versən bura. Nə olsun bağırsaqdan çıxan CO2'dir. Bu elə ola bilməz. Çünki baxın, əlində tutan ki, bunu belə buradan çəkək də. Tutan ki, elə bir sualımız buymuş da. Bağırsaqdan gəlir ürəyə. Buranı həll elədiniz, karbon olduğunu. Sonra bunu silirsiniz. Bax, görürsən, ürəkdən beyinə gəlir oksigen. Yəni ki, X-də məsələn, XZ, X, Y, Z, L. Nə olmalıdır X-də? Karbon. Y-də olmalıdır oksigen. Z-də olmalıdır oksigen.
elde olmalıdır. Karbon. Belə ola bilər. Bu qədər rahat, bu qədər asan. Yəni sırf budur da. Düşəndə bu bölmədən sual, ürəyə gələn, ürəkdən çıxan damar. İndi onlardan 6 sinifə keçəcəyik. Adlarını indi deməsək də olar. Vena, venoz qan, vena damarları, arterial qan, arteriya damarları, kapilyarlar, qarışıq qan. Bunlardan danışacağıq. Bunlara gələn sinifdə, 6-cı sinifdə danışacağıq bunlardan. Hələ ki o təkrara qayıtmamışıq. Sonra keçəcəyik biz qan bədənimizə necə təmizlənir? Əlaqəli mövzulardır. Bu da ifrazat sisteminə əsaslanacaq. Deməli, qan bədənimizdən keçəndə o bədəndə müəyyən proseslərdən keçir. Bunlardan biri ifrazat prosesidir. İfrazat sistemi nəticəsində qan bədəndən təmizlənir. Lazımsız qan təmizləyir, süzür, elə bir süzgəc rolu oynayır. Qandakı lazımsız maddələri toparlayır. Sonra sidiyin toplanmasında iştirak eləyir. Nələrdən ibarətdir? Böyrək, sidik hissəsi, sidik axarlarından ibarətdir. Deməli, böyrək, sidik hissəsi, sidik axarı. Bu 3 dənə deyil əslində. 2 dənə böyrəyimiz var. Bir cüt sidik hissəsi, 2 dənə bundan var. Bir dənə sidik hissəsi var, 2 dənə sidik axarı var. Yəni 5 dənə komponent deyə bilərik hələ. Davam eləyək. Şəklimizi götürək. Bunun üzərini izah edək. Şəkilləri dəstəkdən götürürəm. Yəni ki, oradan baxa bilərsiniz. Başlayacağıq nələrdən? Börəklərdən. Bunlar börəklər. Börəklər paxlaya bənzəyir gördüyünüz kimi. Paxla şəkilli orqandır. Nə edir burada? Buradan proses gedir. Qanın təmizlənməsi. Və burada nə əmələ gəlir? Sidik əmələ gəlir. Sidik əmələ gəlir buradan. Sonra gəlirik. Hara? Sidik axarlarına. Bax, buralar. Sidik axarları. Sidik axarlarında nə baş verir? Sadəcə böyrəklə, bax, böyrəklə sidik hissəsi arasında əlaqə yaradır. Yəni sidiyin sidik hissəsinə daşıyır. Nöqtə. Bu bitdi. Gəldik hara? Son olaraq sidik hissəsinə. Bu əzələli orqandır. Əzələlidir. Kisəyə bənzəyir. Deməli, biz sidik bədənə xaric eləməliyik də, eləməliyik. Bu sidik bədəndən xaric olana qədər bir yerdə toplanmalıdır da. Deməli, sidik xaric olunana qədər burada toplanır. Aha. Bir də ki, sidik hissəsi sidiyi xaric etmək üçün əzələlərini yığır. Yəni əzələlər yığılaraq sidiyi xaric edir. Tamam. Bu qədər rahat bir bölmə. Son olaraq gələcəyik insanın sinir sisteminə, yəni 8-ci mövzuya və bölməni bitirəcəyik. Bu qədər rahat. Sinir sistemi.
Bu da o kadar çətin bir bölmə değil. Tez izahlar vereceğim. Burada da şəkilləri bölmək istəmədim əslində. Ona görə üstünə yazılar qaldı. Yazıların üstünə başlayacağım. Tamam. Gəlin baxaq. Gəlin mən baş beyinlə başlayayım. Skeletdə keçəndə biraz məlumat verdim ki, baş beyin, bax burada nə yerləşirdi? Kəllə qutusu, yəni kəllə sümüyü. Burada nə yerləşirdi? Onurğa. Onurğa beyni. Onurğa sütunu koruyurdu. Ama baş beyni kelle sümüğü koruyurdu. Baxaq. Yazıb deyirəm. Bəli kəllə qutusunda yerləşir. Üzəri qırışlarla görürsünüz, qırışları görürsünüz. Boz rəngli qırışlarla örtülmüş sinir sistemi əsasını təşkil edən orqandır. Onu da deyim ki, sinir sistemi BB baş beyin, OB orta beyin, bir də ki sinirlərdən sinir düyünlərinə və s. təşkil olunub. Boz rənglidir, qırışlarla örtülüb üzəri. Və bu baş beyin bizim gündəlik elədiyimiz hərəkətləri, məlumatları, bunlar hamısını neyir? Qəbul edir. Və buna rəğmən bunun nəticəsində bizim nə edəcəyimizə qərar verir. Yəni qərar qəbul edən və qərar verən orqandır. Yəni qərar deyəndə ki, məlumatları qəbul edib qərar verən orqandır. Keçirik onurğa beyinə. Onurğa beyin baş beyindən başlayır. Bax buradan. Neyini? Bədənin arxa nahiyəsi boyunca bu hissəyə qədər uzanır. Nazikdir və uzun boru şəkilli orqan. Nədir? Beyin nədir? Yumrudur, kürə şəkilli bir orqandır. Amma bu uzantıdır. Uzanan orqandır. Uzun, boru şəkilli bir orqandır. Bax, onurğa sütunu boyunca uzanır. Neyinir bu? Yenə bax, körpü. Məsələn, tutalım ki, sənin buradan sinirlərin uzanır. Elə deyil mi? Bax, sinirlər uzanır. Görürsünüz? Bu sinirlərlə buradan da uzanırdı amma. Onurğa sinirlərlə sinirlər uzanır. Bəs bu onurğa sinir, buradakı sinirləri kim yönətsin? Bura yönətməlidir də. Bax, buranın əlaqəsini bu körpü təmin edir. Onurğa beyninin funksiyası baş beyin və digər bədən hissələrini əlaqəsidir. Yəni işini neyini əlaqələndirir. Baxacağıq sonra duyğularımıza baxacağıq. BB baş beyin. Onun qoxu funksiyası var. Dad funksiyası var. Eşitmə funksiyası var. Sonra nə var? Aha, görmə var idi. Nə qaldı? Dəri funksiyası, yəni taksis. Taktil. Baxın, dəri, görmə, eşitmə, dad, qoxu. Bunlar idi. Sonra, məsələn, burada şəkillər olmalıdır, səhvlərimdə kitabı da var imiş. Bu var idi, belə oğlan şəkil falan var idi. Şəkillər çəkəndə gördüm. Məsələn, görürdü ki, stolun üstündə sendviçlər var. O da oğlana deyirdi. Nə edirdi? Sendviçin gözəl qoxusu gəlir. Tamam ki, sendviçdir. Sendviçdir belə qabda. Mənim görmə və qoxu orqanım, burnumuz, bu nə qədər burnu oxşasa da, oxşamasa da bir şeydir. Göz və burun deyirdik, nə edirdi? Bu görür, bu da qoxu alır. Və baş beyinə məlumat ötürür ki, yemək çox gözəl görünür.
Bu da ötürür ki çox gözəl yemək qoxur. Ötürdü. Yəni yemək istədiyini bildirdi. Sonra gəldi stolda əyləşdi. Neynədi? Əl əzələlərini ötürdü. Əl əzələlərinə beyin neynədi? Məlumat verdi. Ki, sendviç tutub yesin. Sonra gələcək baba bu həzm sisteminə. Burada qida yazdığımız mərhələlərdən keçəcək və bizim həzmə keçəcək. Sinir sistemi vasitəsilə həzm təmin olunacaq. Yenə çox tez bitdi. Yenə dediyim kimi çox asan mövzular idi. Çətinlərini arxada qoyduğumuz üçün asanları qalmışdı. Gəlin indi onlara baxaq. Sümük və əzələ sistemidir. Funksiyalar nələrdir? Dayaq vermə. Baxın. Yenə keçən dərs olmayan yaza bilər buradan. Amma daha detallı orada baxmalıdır. Dayaq. Sonra bədənə verəcək bizdə nə? Forma. Sonra hərəkət etmək üçün əzələ və dəri lazımdır. Əzələ və sümük sistemi lazımdır. Bir də özümüzü müdafiə etmək üçün. Bunlar nə idi? Bunlar funksiyalar idi. Funksiyaları. Tamam. Gəlin tərkib hissələrinə baxaq. Sümüklər birləşiblər. Nə yaradıblar? Birləşib. Sümük birləşmələri yaradıblar. Sonra bu sümük birləşmələrinə bağlanır. Skelet əzələləri. Və burada bir-birinə əks fəaliyyət göstərən nələr olur? Əzələ kütləri. Əks fəaliyyət. Tamam. Bu belə getdi. Həzm sisteminə bir buradan nəzər yetirək. Çox əladır ki, bölmənin axırında var. Mənim yazdığım izahlar. Oradan da baxa bilərsiniz. Mən indi fikir verdim bunlara. Yenə də oradan da qeydlərinizi götürə bilərsiniz. Əgər keçən dərsdə qulaq asmamısınız. Amma qulaq asmanız yaxşıdır. Deməli, həzm sistemi ağız boşluğundan başlayıb anusda bitən bir proses idi. Həzm sistemi bunlardan ibarət idi. Bu yaşına yazdıqlarını. Rəngin adını unuttum. Tamam. Əzələli idi desə, yaza bilərsən mədə, bağırsaq, mədə. Sonra qida borusu. Deyə bilərsənmi? Deyə bilərsən. Bunun divarında şirə ifrazı var idi. Deyərsən ki, mədə. Sonra sənə deyər ki, həzm başlayır, parçalanır, ağız suyu ilə yaşlanır. Deyərsən həzm boşluğu. Həzm boşluğu deyirəm, ağız boşluğu. Nazik bağırsaq sənə deyər ki, horra əmələ gəlir. Sonra qaraciyər və mədə altı vəzi şirələri qarışır. Deyər, yazarsan nazik bağırsaq. Qalın bağırsaqda nə olar? Nəcis kütləsi formalaşar desə, qalın bağırsaq yazarsan, yoğun bağırsaq. Və belə. Yəni ki, asan bir mövzudur. Qan damar sisteminə bir dənə də şəkil qoyum. Yəni bu yadınızda qalmaq məqsədidir. Bunda üzrə izah lazım deyil. Sadəcə baxın, ürək yenə də deyək, burada yerləşir. Baxın, bunlar ağciyərlərdir. Bu orqanları artıq yazmayayım, şəklini çəkməyim. Amma görürsünüz ki, ikisindən də ayrılır. Görürsünüz, birindən vena damar, birindən də arteriya damar belə ayrılıblar. Yəni ki, bunlar da var. Ayağa paylanıblar, görürsünüz. Ələ paylanıblar. Yəni üzümüzə qədər, yəni hər yerimiz qan damarlarına əhatə olunub. Baxın, başqa nə şəkil qaldısa başa salaq. Heç bir şəklimiz qalmadı. Tamam. Və şəkildə çox qısa bir bölmə idi. Daha doğrusu bugünkü dərsim az qısaydı.
Növbətlər inşallah daha yaxşı olar. Ümid edirəm ki, təkrara yardımçı olub sizə. 6-cı dərslərdən də tez bir şəkildə gəlib keçməyə çalışacağam. Sağ olun, salamat qalın. Tətiliniz yaxşı keçsin. Yaxşı hazırlaşın. Yəni tətil ponu vaxt deməkdir. Çalışacağım daha çox izahlar çəkim bu tətildəki 5-ci sinif hətta bitirməyi belə planlayıram, amma bilmirəm dəqiq. O da mənim planıma baxır. Sağ olun, salamat qalın. Kanala abunə olmağı unutmayın zəhmət olmasa. Sağ olun, salamat qalın. Növbəti dərslərdə görüşərik.